20 yanvar günüdür, şəhidlərimizin günüdür. Şəhidlər günü 20 yanvar günüdür. Biz şəhidlərimizi anırıq bugün, Azərbaycan xalqı olaraq. Bəndəliyin zirvəsi şəhadətdir. Biləsiniz, Allah şəhidləri necə əzizləyir. Biləsiniz. Onda şəhid ailələri, qəmləri azalar, ürəklərində sevinç gələr. Şəhid anaları bizə baxır, ataları bizə baxır, bilirəm. Mən bunu sizə demişəm, bugün şəhidlər günü deyə bir daha deyim, amma bir nöqtəyə istəyirəm diqqət eləyəsiniz. Bunu çox eşitmişsiniz, çox yüz dəfələrlə mən elə özüm demişəm, amma burada bir incə məqam var ki, onu mən indicim açmamışam. İstəyirəm bugün şəhidlərimizin ruhuna hədiyyə olsun bu sözümüz. Deyir ki, hamınız eşitmişsiniz ki, şəhid dünyaya gəlməyi arzulayan yeganə mömin dəstədir. Ancaq kafirlər dünyaya qayıtmaq istəyər ki, əməllərini düzəltsin. Möminlər istəməz. Allahın bəndələrinin içində dünyaya dönmək istəyən yeganə varlıqdır. Sual olunur, niyə? Hamımız həmişə cavab verir ki, Allaha qovuşmağın ləzzətini yenidən dadmaq üçün istəyir. Təzədən şəhid olmaq üçün. Dönmək istəyir dünyaya ki, bir də şəhid olsun.